Aprelin 15-dən 19-nadək Quba İdman İstirahət Təlim və Tədris kompleksində Kreativ Gənclər 3 düşərgəsi təşkil olunub. Gənclər və İdman Nazirliyi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən düşərgədə 130 nəfər tələbə iştirak edib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Düşərgədə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Musiqi Akademiyası, Bakı Xoreografiya Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Şuşa Humanitar Kollecinin tələbələri təmsil olunublar. Proqram müddətində səhnədə canlanan kukla, texnika və ifa, şəxsi brend anlayışı, süni intellektin gücü, ilk addım, vokal, body shaming, müasir dünya ədəbində etnoüslub, ikinci həyat, davamlı moda, daxili güc və enerji və rol üzərində iş mövzularında müxtəlif təlimlər təşkil olunub. Düşərgə çərçivəsində həmçinin Teatr Sənəti Fakültəsinin təqdimatında Ölməz Sənətkar adlı kompozisiya nümayiş olunub. Kompozisiya xalq artisti Rasim Balayevin əziz xatirəsinə həsr edilərək proqramın ən yadda qalan məqamlarından biri olub. Bununla yanaşı sərgi, moda nümayişi, interaktiv oyunlar və konsert proqramları da keçirilib.